Hər vaxtınız xeyir, dəyərli Alo Estate izləyiciləri. Hər zamanki kimi möhtəşəm mənzillərlə qarşınızdayıq. Bugün mən sizə Neftçilər metrosuna piyada məsafədə möhtəşəm, gözəl bir mənzil təqdim edirəm. Hal-hazırda mənzilin biz dəhliz hissəsində dayanmışıq. Bir sizlərə otaqları təqdim edəcəm. Özüm də həyecanlıyam bu gözəl mənzili sizlərə təqdim etməkdən. Keçid alaq ilk öncə mənzilin qonaq otağından. Qonaq otağımız həqiqətən çox möhtəşəmdir, dəyərli izləyicilər. Qeyd edim ki, mənzildə kamera sistemi və xüsusi olaraq yığılmış musiqi sistemi var ki, bütün otaqlardan musiqiyə dinləmək olur. Belə bir twistentimiz var. Qonaq otağımızın sahəsi çox genişdir. Qonaq otağından eyvana daxil olmaq olur. Evdə, mənzildə bütün hər bir şey nəzərə alınıb. İstilik sistemi, kombidir, qaz, su, işıq isə daimidir. Skvaznoy mənzildir, yer çəkən mənzildir və gördüyünüz kimi Neftçilər metrosuna görüntümüz, dəyərli izləyicilər, McDonald's-u görürsünüz. Bu eyvandan, mətbəxdən də daxil olmaq olur. Digər otaqları təqdim edim sizlərə. Xolun bir gözəlliyinə baxın. Xolun bir gözəlliyinə baxın, dəyərli izləyicilər. Və mətbəximiz xanımların ən çox sevdiyi yer və həmişə geniş olmağını arzuladığı yer. Bu mənzildə xolumuz genişdir. Qeyd edim ki, mənzilin sahəsi 141 kvadratdır. 14 mərtəbəli binanın 10-cu mərtəbəsindədir. Mətbəxdən adam çıxmaq istəmir. 3 mərtəbəli mətbəx mebeli yığılıb və pərdə ilə eynilik təşkil edir və bu mətbəxə çox gözəl bir abu-hava qatır. Digər otaqlara keçək. Bu qarşınızda gördüyünüz iki otaq mənzilin yataq otaqlarıdır. Birinci sağdan başlayaq. Bura nisbətən böyük yataq otağıdır. Eyvana çıxışı var. Hər iki yataq otağının eyvana çıxışı mövcuddur. Gördüyünüz kimi eyvanımız da genişdir. Ümumilikdə iki eyvanımız var və yer çəkən mənzildir, skvaznoy mənzildir. Bayraq meydanı, dəniz, hər bir şey görsənir. Bütün şəhər ayağınızın altındadır, belə deyək. Mənzil ilk sakinliği gözləyir, ilk isti nəfəsi gözləyir. Yəni bu mənzilə isti nəfəs qatan şəxs siz olun. Dəyərli izləyicilər, ikinci yataq otağımız. Bu nisbətən kiçik yataq otağıdır, amma bu yataq otağının daxilində özünə məxsus olan hamam otağı mövcuddur. Gördüyünüz kimi. İndi isə sonda təqdim edəcəyim iki sahə mövcuddur. Bunlar ümumi olan hamam otağımız. Bu möhtəşəmliyə bir baxın, dəyərli izləyicilər. Kafelər hamısı bahalı kafelərdir. Belə deyək, ucuz işçi qüvvəsindən istifadə olunmayıb. Peşəkarlıqla ustalar kafellərindən tutmuş hər bir şeyi peşəkarlıqla görüblər. Evdə olmayan və mənfisi olan heç nə yoxdur. Bura isə digər sanitar qovşağımız. Dəyərli izləyicilər, baxın, bir baxın bu gözəlliyə. Adam evdən çıxmaq istəmir. Bu möhtəşəm mənzildən çıxmaq istəmir. Dəhlizimiz və dəhlizimizdə qardrob yığılmışdır. Yəni geniş qardrobumuz var. Yenidən məlumatları təqdim edeyim. Video çox uzandı, amma həqiqətən dəyər bu mənzilə. 141 kvadrat sahəsi olan bu mənzilimiz 14 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir və metroya piyada məsafədədir, dəyərli izləyicilər. Bu gözəl mənzilə sahib olun. 378.000 start qiyməti olan bu mənzilimiz yəni kvadratına görə çox ucuz düşür. Hardasa 2600 civarında düşür. Bu gözəl mənzil ilk sahibini gözləyir, ilk isti nəfəsi gözləyir. Əlaqə üçün 070 305 22 22 nömrəsindən əlaqə saxlayın və gəlib bu gözəlliyi, bu möhtəşəmliyi yerində görün. Çox sağ olun bizi izlədiyiniz üçün.